Qoç. Bugün enerjin yüksektir və daxili gücünü daha aydın hiss edəcəksən. Sanki uzun müddət içində saxladığın bir istək səni hərəkətə keçməyə məcbur edir. İş həyatında gözlənilməz bir fürsət qarşına çıxa bilər. Risk almaqdan çəkinməyəcəksən, amma hər addımı ölçüb biçmək vacibdir. Maddi məsələlərdə ani qərarlar sonradan peşmanlıq yarada bilər. Səbirli davranmaq sənə daha çox qazanc gətirəcək. Sevgi həyatında emosiyalar ön plandadır. Qarşı tərəfdən gözlədiyin diqqəti ala bilərsən. Tək olan qoçlar üçün gözlənilməz tanışlıq ehtimalı var. Bu tanışlıq sənə özünü daha dəyərli hiss etdirəcək. Keçmişdə qalan mövzular yenidən gündəmə gələ bilər. Keçmişlə üzləşmək səni zəiflətməyəcək, əksinə gücləndirəcək. Bugün intuisiya çox güclüdür. Daxili səsinə qulaq as. Ailə ilə bağlı xoş xəbərlər eşidə bilərsən. Axşam saatları daha sakit və romantik keçəcək. Sağlamlığına fikir ver. Buğa. Bugün sabitlik axtarışındasan, amma həyat sənə sürprizlər hazırlayıb. İş mühitində səni sevindirəcək bir inkişaf yaşana bilər. Uzun zamandır gözlədiyin cavab nəhayət gələ bilər. Maddi məsələlərdə rahatlama hiss edəcəksən. Xərclərə nəzarət etsən, gələcək üçün möhkəm plan qura bilərsən. Sevgi həyatında səmimiyyət ön plandadır. Qarşı tərəflə açıq danışmaq münasibəti daha da möhkəmləndirəcək. Subay buğalar üçün köhnə bir tanış yenidən həyatına daxil ola bilər. Bu görüş səndə qarışıq hisslər yarada bilər. Keçmiş səhvlərdən dərs çıxarmaq bugün çox önəmlidir. Emosiyalarını bastırmaq əvəzinə paylaş. Daxili rahatlıq səni daha cazibədar edəcək. Ailə içində xoş bir söhbət ruhunu qaldıracaq. Gün ərzində özünə güvənin artacaq. Fiziki sağlamlıq baxımından enerjin yaxşıdır. Axşam saatları istirahət üçün idealdır. Musiqi və ya film sənə yaxşı təsir edəcək. Əkizlər. Bugün ünsiyyət bacarığın zirvədədir. Danışdıqlarınla insanları asanlıqla təsirləndirə biləcəksən. İş görüşləri və yazışmalar üçün çox uyğun gündür. Yeni ideyalar beynində art-arda canlanacaq. Onları yarımçıq qoymamağa çalış. Maddi mövzularda gözlənilməz bir xəbər ala bilərsən. Kiçik qazanc belə səni sevindirəcək. Sevgi həyatında qərarsızlıq hissi yarana bilər. Duyğularını aydınlaşdırmaq üçün özünə vaxt ver. Subay əkizlər üçün flört dolu anlar mümkündür. Qarşı tərəf sənin enerjindən təsirlənəcək. Keçmiş münasibətlə bağlı bir mesaj ala bilərsən. Tələsmədən cavab vermək xeyrinədir. Ailə içində dəstək görəcəksən. Dostlarla ünsiyyət ruhunu qaldıracaq. Gün ərzində çox hərəkətli olacaqsan. Axşam saatlarında yorğunluq hiss edilə bilər. Dincəlmək vacibdir. Yuxu rejiminə diqqət et. Bugün sözlərin taleyini dəyişə bilər. Xərçəng. Bugün emosional dərinlik səni tam bürüyəcək. Keçmiş xatirələr tez-tez ağlına gələ bilər. Amma bu xatirələr sənə dərs vermək üçündür. İş həyatında səbir tələb edən vəziyyətlər yaşana bilər. Tələsməsən, hər şey yoluna düşəcək. Maddi məsələlərdə ehtiyatlı olmalısan. Planlaşdırılmamış xərclər çıxa bilər. Sevgi həyatında səmimi söhbətlər münasibəti gücləndirəcək. Qarşı tərəfin sənə olan sevgisini daha aydın hiss edəcəksən. Subay xərçənglər üçün emosional bağ qurmaq ehtiyacı artacaq. Qəlbinə toxunan biri ilə tanış ola bilərsən. Ailə mövzuları ön plandadır. Evdə olmaq sənə rahatlıq verəcək. Daxili səsin bugün çox güclüdür. Onu dinləmək səni yanıltdırmaz. Gün ərzində hisslərin dəyişkən ola bilər. Axşam saatları daha sakit keçəcək. Özünə qayğı göstərmək vacibdir. İsti çay və sakit mühit sənə yaxşı gələcək. Bugün ürəyin səni doğru yola aparır. Şir. Bugün diqqət mərkəzində olmaq sənin üçün qaçılmazdır. Harada olsan, baxışlar üzərində olacaq. İş həyatında liderlik qabiliyyətin ön plana çıxacaq. Verdiyin qərarlar başqalarına təsir edəcək. Maddi mövzularda yeni imkanlar görünə bilər. Öz dəyərini düzgün qiymətləndirməlisən.
Sevgi həyatında romantika artır. Qarşı tərəf sənə olan hisslərini açıq şəkildə göstərəcək. Subay şirlər üçün cazibədar bir görüş mümkündür. Bu görüş özünə inamını daha da artıracaq. Keçmişdən gələn bir mövzu bağlanır. Bu, sənə rahatlıq verəcək. Ailə ilə bağlı sevindirici xəbər ala bilərsən. Gün ərzində enerjin yüksək olacaq. Amma özünü həddindən artıq yormamağa çalış. Axşam saatları dostlarla vaxt keçirmək üçün idealdır. Gülüş və əyləncə ruhunu qaldıracaq. Sağlamlıq baxımından hər şey stabildir. Özünü sevmək bugün sənin əsas gücündür. Qız, bugün detallara daha çox diqqət edəcəksən. Kiçik nüanslar sənin üçün önəmli olacaq. İş həyatında planlı olmağın faydasını görəcəksən. Uzun zamandır düşündüyün məsələ aydınlaşa bilər. Maddi mövzularda ağıllı qərarlar verəcəksən. Büdcəni düzgün idarə etmək sənə rahatlıq verəcək. Sevgi həyatında isə analiz etməkdən biraz uzaq dur. Hisslərini axına buraxmaq münasibəti yumşaldacaq. Subay qızlar üçün ciddi bir tanışlıq ehtimalı var, bu insan sənə güvən hissi verəcək. Keçmiş səhvləri özünə yükləmə. Hər şey bir dərsdir. Ailə içində məsuliyyətlərin arta bilər. Amma bunun qarşılığında hörmət görəcəksən. Gün ərzində zehni yorğunluq ola bilər. Qısa fasilələr faydalı olacaq. Axşam saatları daha rahat keçəcək. Kitab oxumaq və ya sakit musiqi sənə yaxşı təsir edəcək. Özünə qarşı mehriban ol. Bugün balans sənin açarındır. Tərəzi. Bugün harmoniya axtarışın güclənir. Ətrafındakı insanlarla münasibətləri tarazlamaq istəyəcəksən. İş həyatında diplomatik davranışın diqqət çəkəcək. Mübahisəli bir məsələni sakitliklə həll edə bilərsən. Maddi mövzularda yeni planlar gündəmə gələ bilər. Gələcək üçün ümidverici addımlar atılacaq. Sevgi həyatında romantik anlar yaşana bilər. Qarşı tərəf sənə sürpriz edə bilər. Subay tərəzilər üçün gözəl bir tanışlıq mümkündür. Bu insan sənin ruhuna uyğun ola bilər. Keçmiş münasibətlə bağlı qərar verməli ola bilərsən. Ürəyini dinlə. Ailə içində xoş enerji var, evdə rahatlıq hiss edəcəksən. Gün ərzində estetik mövzular marağını çəkəcək. Özünü gözəlləşdirmək istəyə bilərsən. Axşam saatları emosional ola bilər. Duyğularını boğma. Sağlamlıq baxımından balans vacibdir. Bugün sevgi və sülh səni əhatə edir. Əqrəb. Bugün dərin düşüncələr içində ola bilərsən. Hər şeyin arxasındakı həqiqəti görmək istəyəcəksən. İş həyatında strateji addımlar atmaq üçün uyğun gündür. Səbrlə gözlədiyin nəticə yaxınlaşır. Maddi mövzularda gizli qalan bir məsələ üzə çıxa bilər. Bu, sənə üstünlük verəcək. Sevgi həyatında ehtiras artır. Qarşı tərəflə bağ daha da güclənə bilər. Subay əqrəblər üçün taleyüklü bir tanışlıq mümkündür. Bu görüş həyatında iz buraxa bilər. Keçmişdən qalan emosional yükü buraxmaq vaxtıdır. Özünü azad hiss edəcəksən. Ailə mövzularında ciddi söhbət ola bilər. Sakit qalmaq hər şeyi asanlaşdıracaq. Gün ərzində enerjin dəyişkən ola bilər. Axşam saatları daha dərin və sakit keçəcək. Meditasiya və ya tək qalmaq sənə yaxşı gələcək. İntuisiya zirvədədir. Bugün gizli olan açılır. Ox atan. Bugün macəra ruhun oyanır. Yeni planlar qurmaq istəyəcəksən. İş həyatında fərqli ideyalarla diqqət çəkə bilərsən. Risk almaq istəyi artsa da ölçülü ol. Maddi mövzularda gözlənilməz xəbər ala bilərsən. Kiçik dəyişiklik böyük təsir yaradacaq. Sevgi həyatında səmimiyyət ön plandadır. Qarşı tərəflə açıq danışmaq münasibəti rahatladacaq. Subay ox atanlar üçün uzaqdan gələn bir tanışlıq mümkündür. Bu insan sənin dünya görüşünü genişləndirəcək. Keçmiş məhdudiyyətlərdən azad olmaq istəyəcəksən. Bu, sənə yüngüllük verəcək. Ailə və dostlarla vaxt keçirmək ruhunu qaldıracaq. Gün ərzində enerjin yüksəkdir. Amma bədəni yormamaq vacibdir.
Axşam saatları əyləncəli keçə bilər. Gülüş sənə yaxşı gələcək. Sağlamlıq baxımından hər şey normaldır. Bugün ümid doludur. Oğlaq. Bugün məsuliyyətlər ön plandadır. İş həyatında ciddi qərarlar verməli ola bilərsən. Səbirli və planlı davranış uğur gətirəcək. Uzun müddətli hədəflərini yenidən gözdən keçirəcəksən. Maddi mövzularda sabitlik hissi yaranır. Əməklərinin qarşılığını görməyə başlayacaqsan. Sevgi həyatında emosiyalarını açmaq çətin ola bilər. Amma səmimi bir söhbət hər şeyi dəyişə bilər. Subay oğlaqlar üçün etibarlı bir tanışlıq mümkündür. Bu insan sənə güvən verəcək. Keçmişdəki qorxuları buraxmaq vaxtıdır. Özünə inan. Ailə içində hörmətin artacaq. Gün ərzində yorğunluq hiss edilə bilər. Qısa istirahət faydalı olacaq. Axşam saatları sakit keçəcək. Daxili rahatlıq tapacaqsan. Sağlamlıq baxımından diqqətli ol. Bugün zəhmətin dəyər qazanır. Dolça. Bugün fərqliliyini daha açıq göstərəcəksən. Orijinal fikirlərin diqqət çəkəcək. İş həyatında yeniliklər gündəmə gələ bilər. Texnologiya və yaradıcılıq mövzuları ön plandadır. Maddi məsələlərdə gözlənilməz bir fürsət çıxa bilər. Dəyərləndirmək sənin əlindədir. Sevgi həyatında azadlıq ehtiyacı artacaq. Qarşı tərəflə sərhədləri düzgün qurmaq vacibdir. Subay dolçalar üçün qeyri-adi bir tanışlıq mümkündür. Bu insan sənin düşüncə tərzini anlayacaq. Keçmiş qaydaları sındırmaq istəyəcəksən. Bu, sənə rahatlıq verəcək. Ailə ilə bağlı fərqli baxışlar ola bilər. Anlayışlı davranmaq faydalıdır. Gün ərzində sosial olmaq istəyəcəksən. Dostlarla söhbət ruhunu qaldıracaq. Axşam saatları ilham doludur. Yeni ideya yarana bilər. Sağlamlıq baxımından enerjin yaxşıdır. Bugün sən öz yolundasan. Balıqlar. Bugün xəyal gücün çox güclüdür. Hisslərin səni dərin düşüncələrə aparacaq. İş həyatında yaradıcılıq tələb edən mövzularda uğur qazana bilərsən. Sənə ilham verən bir fikir yarana bilər. Maddi mövzularda diqqətli olmaq lazımdır. Hisslərə qapılıb qərar vermə. Sevgi həyatında romantika zirvədədir. Qarşı tərəflə ruhani bağ güclənir. Subay balıqlar üçün nağıl kimi bir tanışlıq mümkündür. Bu görüş qəlbinə toxunacaq. Keçmiş inciklikləri bağışlamaq vaxtıdır. Bu, səni azad edəcək. Ailə içində anlayış görəcəksən. Gün ərzində emosional dalğalanmalar ola bilər. Özünü qorumaq vacibdir. Axşam saatları sakit və duyğusal keçəcək. Musiqi və su elementi sənə yaxşı təsir edəcək. Sağlamlıq baxımından ruh halı önəmlidir. Bugün qəlbin danışır.